Sumqayıt Dövlət Dram Teatrında İndoneziya günü keçirilib. Mərasimdə İndoneziyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Merita Yeninin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanda yaşayan İndoneziya vətəndaşları, Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri, şəhər ziyalıları, mədəniyyət xadimləri və media nümayəndələri iştirak edib. Teatrın foyesində İndoneziya mədəniyyətini əks etdirən sərgi təşkil olunub. Burada həmin ölkənin milli sənət nümunələri, əl işləri, dekorativ əşyalar və suvenirlər nümayiş etdirilib. Sərgi iştirakçılarına İndoneziyanın milli mətbəxinə məxsus müxtəlif təamlarda təqdim edilib. Tədbir zamanı İndoneziya mədəniyyətinə, incəsənətinə və ənənələrinə həsr olmuş zəngin proqram təqdim olunub. Səhnədə Uzaq Asiya ölkəsinin rəqsləri nümayiş etdirilib. Milli musiqilər səsləndirilib. Ekran vasitəsilə İndoneziyanın təbiətinin, turizm potensialının və qədim mədəni irsinin təqdimatı keçirilib. Tamaşaçılar İndoneziyanın çox əsrlik tarixini, özünə məxsus memarlıq üslubunu, mətbəx və həyat tərzini əks etdirən videoçarxları maraqla izləyib. İndoneziyalı rəqqasların milli geyimlərdə ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatıb və izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Sumqayıtda belə beynəlxalq mədəniyyət günlərinin keçirilməsini yüksək qiymətləndirib, bunun xalqlar arasında dostluq əlaqələrinin güclənməsinə və mədəni inteqrasiyanın dərinləşməsinə xidmət etdiyini bildiriblər. İndoneziya günü musiqi, rəqs, rəng və səmimiyyət dolu anlarla yadda qalıb. Sumqayıt sakinlərinə uzaq bir ölkənin mədəniyyətinə səyahət imkanı yaradıb. Şəmsistan Fikrətli, Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.